Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda şübhəli bilinən Dövlət Vergi Xidmətinin 2 vəzifəli şəxsi həbs edilib. Baş Prokurorluq və Dövlət Vergi Xidmətinin birgə məlumatına görə, aparılan istintaq zamanı Dövlət Vergi Xidmətinin Bakı şəhər Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinin Sahə Təhkimçiliyi İdarəsinin rəis müavini Rüstəm Mirzəyev və həmin idarənin 4-cü şöbəsinin rəisi Kənan Məmmədovun 2026-cı ilin may ayında Bakıda yerləşən ticarət mərkəzlərindən birində fəaliyyət göstərən sahibkarlardan vergi yoxlamasının keçirilməməsi, cərimə tətbiq edilməməsi və digər məqsədlərlə ümumilikdə 200 min manat rüşvət almalarına əsaslı şübhələr müəyyən olunub. Toplanmış sübutlar əsasında hər iki şəxsə Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü maddələri ilə ittiham irəli sürülüb. Binəqədi rayon məhkəməsinin qərarı ilə onların barəsində həbs qəti imkan tədbiri seçilib.